Salam müəllimlər. Bu gün biz sizlə baxırıq 5-ci sinif ümumi, yəni 5-ci sinifdə rəqəm tipli testlərimizə. Müəllimlər, cavabları çalışın aşağıdan yaza bilirsinizsə yazın, yaza bilməsəniz də eybi yoxdur. Səslər bağlıdır. Özünüz səsli şəkildə sualları cavablayın. Yaxşı. Belə, texnologiya dünyası neçə yerə bölünür? Müəllimlər, texnologiya dünyası, texnologiya aləmi deyəndə biz deyirdik ki, iki yerə bölünür. Amma desəydik ki, texnologiyalar neçə yerə bölünür, onu düz götürərdik. Məsələn, müasir texnologiyalar, kommunikasiya texnologiyaları, nəqliyyat texnologiyaları, deməli, dünya desə, aləm desə içini götürürük. Yəni, dünyanın bizə bəxş etdikləri insan tərəfindən yaradılanlar. Burada dünya sözü var da və dünyanın bizə bəxş etdiyi və dünya belə yadda saxlaya bilərsiniz. Deməli cavabımız oldu. B variantı iki yerə bölünür. İnsan tərəfindən yaradılanlar və təbiətin bizə bəxş etdikləri. Məmulatın hazırlanması neçə mərhələdən ibarətdir? Müəllimlər, məmulatın hazırlanması 3 mərhələdən ibarət idi. Layihələndirmə, deməli, hazırlanma və istismar düzdür. Hazırlama dedi, yəni nəyisə məmulat hazırlayanda nə edirik? Birinci onun layihəsini, eskizini çəkirik, layihələndiririk, sonra hazırlayırıq, sonra istismar edirik. 3 mərhələyə bölünürdü. Məmulatın hazırlanma prosesi neçə texnoloji əməliyyatdan ibarətdir? Müəllimlər, məmulatın hazırlanmasında texnoloji əməliyyatlarımız vardı. Hətta biz onları sizinlə ardıcıl belə öyrənmişdik. Birinci mişarlanma, deməli, deşiklərin açılması, cilalanma və rəngləmə düzdür. Deməli, burada nə götürdük? C variantı 4 əməliyyatdan ibarətdir. Texnoloji əməliyyatdan ibarətdir. Neçə dənə? 4 dənə. Texniki təsvir necə təsvirdir? Bunu hər kəs bilir. Texniki təsvir həcmli təsvirdir, üst tərəfli təsvirdir. Yəni, biz çox vaxt demişik ki, üst tərəfli təsvir texniki təsvirdir. Həcmli təsvirimizdir. Cavab olur A variantı, üç tərəfli təsvirdir. 5-ci suala baxırıq. Çertyoju qurmaq üçün neçə növ xətt vardır? Bax, müəllimlər, bu sualı siz yazın. Bunun cavabını istəyirəm ki, sizdən alım. Çünki digərlərini bilirdim ki, bilirsiniz. Çətin suallarda gözləyəcəm ki, siz cavabı yazın. Sizlərdən cavabımız olaq. Hansılar idi müəllimlər? Məsələn, adlarını da yaza bilərsiniz. Məsələn, bütöv əsas, bütöv nazik, ştrix nöqtəli. 4 deyirsiniz. Yaxşı, gəlin baxaq. Neçənci sualdır? Hə, elə bizim 6-cı sualdır. Deməli, bax, bütöv əsas düzdür. 5 yazan da oldu, bəli. 5-i də gözləyirdim. Gəlin baxaq. 5-dür, bəli. Niyə 4 yazırsınız ki? 5 də orada axı rəqəmlərlə də şəkillə də göstərmişdim. Deməli, bütöv əsas var, bütöv nazik var, ştrix nöqtəli var, ştrixli var. Bütöv əsas 1, bütöv nazik 2, ştrix nöqtəli. Elə bəlkə 4 dənədir. Bir dənə sayaq hələ. Bütöv əsas, bütöv nazik 2 oldu. Ştrix nöqtəli 3, ştrixli 4. Yaxşı, 5 dənə yazan biri nədir o? Hələ deyin. Onlar elə bir dənə yazan həmən. Bütöv əsas, bütöv nazik, ştrix nöqtəli, ştrixli. Biri nə idi bəs? Dörddür, bəli, yaxşı. Deməli, əslində oradakı 5, əslində 5 də ola bilər, amma əslində bütöv nazik belə deyək də, həm ölçü göstərilən, həm çıxarılan. Əslində onu ayırmağa ehtiyac yoxdur. Bütöv nazik, bütöv ölçü göstərən və çıxarılan deyilir, amma eynidir də bütöv nazikdir. Fərq etməz, onlar ikisi bir sayılır da. Deməli, tertyoju qurmaq üçün bizim 4 dənə xəttimiz var. Bütöv əsas, bütöv nazik, ştrix nöqtəli, ştrixli. Növbəti suala baxırıq. Natural ölçü nədir? Müəllimlər, baxın, bu sual biraz qarışıqdır. Məsələn, bax, kitaba əsasən, kitabda bəlkə də belə yazılsaydı daha da yaxşı olardı. Məsələn, bütöv əsas, vergül, çıxarılan, çıxarılan, vergül, ölçü göstərən,
Möhtərəzədə yazardılar ki, bütöv nazik. Belə olsaydı bəlkə də ikisinin bir yerdə daha da aydın olardı. Çünki bütöv nazikdə fərq etməz. Bu da bütöv nazikdir, o da bütöv nazikdir. İndi burada biz məntiqlə düzdə deyirik 4 dənədir, amma burada görürsünüz 5 yazıblar, düzdür? 5. Dəliyin görünməyən konturu burada yazıldığına görə biz məcburen orada gələ 5-i götürərdik. Çünki burada nömrə ilə 5 dənə yazıblar. Məsələn, belə burada da deyim, da 5. Görürsünüz 1, 2, 3, 4, 5. Məcbur görə kitabımıza əsasən, bu hissəyə əsasən, bu hissəyə əsasən 5 götürür. Amma görürsünüz məntiqlə hesablasaq, məntiqlə hesablasaq 4 dənədir. Çünki ölçü göstərən eynidir də, yəni nazik, bütöv nazik xəttir. Bunun adı dəyişməyib ki burada. Xətt, baxın, bütöv nazik xətt. Burada xəttlərə baxın, biri nazikdir, biri qalındır, biri ştrixlidir, biri nöqtə ştrixdir. Yəni bu xətt dəyişmir ki, sadəcə indi kitabdır da yazıb. Bunu 2 dəfə göstərmək üçün, yəni bu çıxarılan dairədir, e, bütöv nazik dairədir. Onları ayrı-ayrı da göstərdiyinə görə 5 dənə hesablanır. Mənlər. Belə, əslində 4 dənə də, amma buradakı bu 5-ə görə, buradakı bu 5 ilə işarə olduğuna görə, məsələn, testdə 5 götürüb, mən yenə də deyirəm, imtahanda bu tipli sual düşməz. Düşsə də yarı-yarı olacaq. Çox adam bizim kimi məntiqlə sayacaq, deyəcək ki, nazik, ştrix nöqtəli, ştrixli, bütöv əsas 4 dənə deyəcək. Amma çox adam da bu 5-i burada görüb axı. Sonra bu şəkildə də burada 5 var axı. 5, 4, 1, dayıcı şəkilləri də öyrənirik axı. Deməli 5-i də görəndən sonra deyir hə 5-dir. Yarı-yarı olacaq. Yəqin ki, indi nəsə bir orada düzəlişlər təbii ki ola bilər. Ya da ki cavabda indi 1 olmamalıdır. Ya 4 olmamalıdır, ya 5 olmamalıdır. İkisindən biri olmalıdır. Yəni normal sual tərtib olunsa. Mənimlə indi orada kitabdır da. Kitaba əsasən gərək biz 5-i götürərdik. Çünki kitabda biz rəqəmlə də gördük, şəklin üzərində 5 gördüyümüzə görə 5-i götürürük. Amma belə sual həqiqətən də tərtib olunmamalıdır. Vallahi kitabda da biraz görürsən ki, qarşılığı var. Düzdür, o kitabda şəkil üzrə düzdür. Yaxşı yazılıb, amma orada yazanda heç olmasa aşağı hissədə yazanda gərək yazardılar ki, məsələn, bilmirəm, bəlkə mən səhv fikirləşirəm. Yazılardı ki, məsələn, ölçü göstərilən və çıxarılan vergül, ölçü göstərilən vergül çıxarılan mötərizədə bütöv nazik. Fərq etməz. İndi elədi biz də məcbur kitabda nə desə onu götürürük. 5 olduğunu qeyd edirik. 6-cı sualda deyir natural ölçü. Deməli bunlardan hansı natural ölçüdür? Biz də bilirdik ki 1 bölünsün 1 natural ölçü idi. Bəli, doğrudur. Böyütmə miqyası hansıdır? Gəlin baxaq. Demişdik ki, məsələn, 1-ə bölürdük. Biz də miqyasda hansı rəqəmləri demişdik? 3-dən başqa 5-ə qədər. Yəni 1-dən 5-ə qədər rəqəmlər, amma 3 olmamaq şərti ilə. Deməli 2 bölü 1, 4 bölü 1, 5 bölü 1 bizim böyütmə miqyasımız olacaq. Bəlkə sertifikasiyanın miqyasdan bəlkə sual düşər, sadə olduğuna görə. Cavab oldu A variantı. Sonra resmus neçə hissədən ibarətdir? Bunu indi bilə də bilərsiniz, əzbər, bilməyə də bilərsiniz. Məsələn, biz artıq bilirik də, yəni şəkili gözümüzün önünə götürürük, gətiririk. Orada məsələn bilirik ki, 5 hissədən ibarətdir. İndi bilməsəniz, unutsanız deyib yoxdur, sayırıq. Məsələn, bu 3 ola bilməz, bilirsiniz ki, 3 çox azdır, 8 də çoxdur, 4 olar, indi 5 olar, 6 olar. Gəlin baxaq. Deməli, resmusda paz, meydança, kiçik mismar gəlib. Terziklər, düzdür? Neçədən hissəsi oldu? 5 dənə hissəsi oldu. Cavab oldu A variantı. Pomidor Cənubi Amerikadan Avropaya nə vaxt gətirildi? Daha önce bunu bilməyən yoxdur, məşhur sualdır. 16-cı əsrin ortalarında. Yəni 16-cı əsrin əvvəli, 16-cı əsr, 16-cı əsrin sonları belə hissələr yazılırdı və ortanı əsas götürürdük biz. Cavabımız oldu A variantı. 10-cu suala baxaraq, pomidor neçəlik bitkidir? Müəllimlər, bu biraz belə elmi görünür, amma asandır da. Məsələn, bu pomidor hər il əkilir. Məsələn, şitil üsulu ilə hər il elə pomidor da olsun, xiyar da olsun, o məsələn qışda olmur da. Düzdür? Olur, amma gərək onu şitilliklərdə becərəsən. Məsələn, pomidor necə bitkidir? 1 illik bitkidir. 1 il sonra yenidən onu şitiləşmə üsulu əkmək lazımdır. Deməli, pomidor 1 illik, işıqsevər, istisevər bitki, ot bitkisidir. Cavab oldu A variantı 1 illik. Pomidor bitkisinin düzəlmədən meyvələrin yetişməsinə qədər olan dövr neçə gün təşkil edir? 100 yadda qalandı, bir də 30-da, yəni 1 ayla yadda saxlayaq da. 100 gün, bir də 1 ay. Yəni 100-130 gün. Sadədir bunlar, ona görə tez-tez deyib keçirəm. Deməli 100-130 günü əhatə edir pomidor bitkisinin
Yetişmə müddəti. Pomidor toxumları neçə saat isitmə sisteminə yaxın yerdə? Deməli, bizə deyir ki, neçə saat isitmə sisteminə yaxın yerdə. Deməli, birinci biz isitmə sisteminin saatını tapaq variantlardan istəyirsiniz. Yəni, yadımızdan çıxmasın. Deməli, 1-2 saat yanlışdır. 2-3 saatı götürürəm. Burada da ki, hamısında 2-3 saat var. Deməli, deyir ki, isitmə sisteminə yaxın yerdə saxlanılır. Nə qədər manqan məhlulunda saxlanır? Bax, bura yazıram 2-3, dəftərdə, vərəqdə də, daha doğrusu, kənarda vərəqiniz olacaq. Vərəqdə yazırsınız 2-3. Sonra nə deyir? Nə qədər manqan məhlulunda saxlanılır? 30 dəqiqə. Yazırsınız 30. İndi bu yazdıqlarınızı bura saat, bura dəqiqə. Yazdıqlarınızı variantda axtarırıq. Dəqiqənin yerinə saniyə yazar. O dəqiqə, məsələn, 30-u görən kimi gözümüz sevincək olmasın. Baxmalıyıq. Saatdır, saniyədir, dəqiqədir. Bunlara fikir verməliyik. Deməli, 2-3 saat 20 dəqiqədə yanlışdır. 2-3 saat 30 dəqiqə manqan məhlulu da başqa yazar. C variantını qaralayıram, hələ ki saxlayıram. Digərlərində bu mütləq baxıram. 2-3 saat hamısıdır, baxmıram artıq. 45 dəqiqə yanlışdır, 25 dəqiqə yanlışdır. Deməli, 2-3 saat 30 dəqiqə cavabımız olacaq C variantı. 13-cü suala baxırıq. Uyğunluğu müəyyənləşdirin. Gəlin elə burada da özümüz, məsələn, imtahanda yanınızda vərəq olacaq da. Deyir ki, üzərinə nə qədər münbit torpaq səpilir, düzdür? Cavablarda görürsünüz, vergüllə yazıb. Siz də vərəqdə vergüllə yazacaqsınız. Üzərinə nə qədər münbit torpaq səpilir? 20, 25. İndi sığımını yaza da bilərsiniz, yazmasanız olar, fərq etməz. 20-25. Vergül. Cüzərtilər çıxmağa başlayır. 4-6 günə. 4-6 günə. C yazıram. İndi mən buraya yazıram. 20, 25. 4-6 günə. Ştillər neçə yarpaq açanda yerini dəyişirik. Deyəsən 3-4 idi. Düzdür? 3-4. Buraya yazıram 3-4. 3-4 yarpaq. Təzə yeşiyə bir-birindən nə qədər məsafədə əkmək lazımdır? 8, 12. Düzdür? İndi bura yazında 8, 12 də mən keçdim. 8, 12. Təhlükəsiz yazdım. Əslində sadədir. Elə bura cavablara baxıb da yaza bilərsiniz. Məsələn, indi onu da deyəcəm sizə. Bu, məsələn, çox belə dəqiq olsun istəyənlər, səhvim olmasın, ya da ki, çətinlik çəkənlər bu üsuldan istifadə edəcək. Digər formada da deyəcəm indi sizə. Deməli, ştillər nə qədər deməli, santimetr hündürlüyə çatanda daimi yerə çirik? 10-15. Ən sonda yazdım 10-15. Burada yazıram 10-15. Biraz qarışıq yazdım, bilirəm. İndi bu, baxıram, 20-25, 4-6, 3-4. 20-25. Ne yazmışam mən? Torpaq. Üzrlü saniyə. 20-25 ağacda deyim. Mən 20-25 yazmışam. 20-25 ağaclardadır. 15-20. 15, 20. Üzrlü saniyə. Onu nəzərdə tutmuşam. Bəlkə də 15-20-ni baxıram. A-da var. Sonra düzəltilər 4-6 hələ ki uyğun gəlir. 3-4 yarpaq. 8, 12, 10, 15. Elə cavab A variantı. Onsuz da mən deyirəm də belə suallarda özünüzü öldürməyin. Onsuz daha çıxar. Toplularda ama. İmtahanda çaşdırıcı bir variant olur. Bunu belə tapdıq. Yazdıqlarımıza əsasən tapdıq ki, cavab A variantıdır. Başqa nə edirik? Tutalım. Deyir ki, üzərinə nə qədər münbit torpaq səpilir? 15-20 düzdür. Baxıram, A-nı yadımda saxlayıram. B-də də var, hamısında var. Burada millimetrdə bu uca getdi. Burada santimetrdə bu qalsın, düzdür. Bu da santimetr. Deməli, mən birincidən heç nə tapmadım. Amma bu variantları da nəzərimdə saxladım. Sonra ştillər, cüzərtilər nə qədər vaxt çıxmağa hacan başlayır? Cüzərtilər çıxmağa başlayır 4-6 gün sonra. Burada da 4-6'dır, burada da 4-6'dır, burada da, burada da. Bunu sildim artıq, bu mənə lazım deyil. Sonra baxıram, deyir ki, təzə yox, ştillər neçə yarpaq açanda? Yarpaq nə qədər açır? 3-4 yarpaq açır. Baxıram, hamısında maşallah 3-4 yarpaqdır, hələ ki qalsın. Sonra deyir ki, təzə yeşillə bir-birinə nə qədər məsafədə? 8-12 santimetr. Baxım, görüm santimetr, millimetr məsələsi varmı? Santimetr, yox, millimetr, bu da getdi. Sonra metrdə, bu da getdi. Artıq bütün variantları silmişəm mən. Cavab olub A variantı. Yenə də yoxlamaq üçün bir dəfə də baxıram. Ştillər nə qədər hündürlüyə çatanda daimi yerə əkilir? 10-15 sm. Cavabımız oldu A variantı. 3 modeli belə edəsiniz, əminsinizsə, məsələn, 1-də 15-20-dirsə, axırda 10-15 sm-dirsə, digər variantlarda elə deyilsə, məsələn, öyle də tapa bilərsiniz.
14-cü suala baxın. İnanın ki, müəllimlər ən asan sualları müəllimlər səhv yazır. Məsələn, bu pomidorla bağlı sual düşmüşdü də Mige. Pomidorun şəklini qoymuşdular, müəllimlərin başını ağlatmışdılar. Sonra onunla bağlı düzgün olanları seçin yazmışdılar. Yəni o şəklin orada olmağının bir mənası yoxdur. Pomidor bitkisi ilə bağlı doğru fikirləri yazın. O da asan olduğuna görə istər-istəməz orada indi çaşdırıcı məqamlar olub. Yəni biraz çox idi içindən seçmək, biraz bəlkə də uzun uzadı olub. Səhvliklər olmuşdu. Amma əslində indiki dövr olsa onu heç kəs səhv eləməz. Niyə? Çünki mütləq yanlışları variantlardan silər, taparlar. Ailədə neçə cür iş bölgüsü var? İki cür. Daimi və müvəqqəti. Düzdür müəllimlər? Ailədə iki cür iş bölgüsü vardır. Vəsaitlər ailə büdcəsinin şərti olaraq neçə qrupa bölünür? Vəsaitlər 4 qrupa bölünürdü. Əmək, maliyyə, maddi, energetik olmaqla vəsaitlər 4 qrupa bölünürdü. 16-cı sual sadədir. Deyir, OYP-nin qalınlığı nə qədərdir? 10-26 santimetrdirmi, yoxsa 10-26 metrdirmi, 10-26 millimetrdirmi? Onu siz yazın, müəllimlər. Səsim gəlir, müəllimlər. Onu siz yazın. OYP-nin qalınlığı millimetrlədir, santimetrlə, yoxsa metrlə? Doğrudur Nazan müəllimə. Millimetr, 10-26 millimetr. Cavabımız olur Y variantı. 10-26, Y yox, 10-26. Düzdür, hə. 10-26 millimetr. Cavabımız olur Y variantı. Millimetrlə işarə olunur, bəli. Sonra xarat verstaqı neçə hissədən ibarətdir? Müəllimlər, bu onu soruşmur ha bizdən. Məsələn, pazdır, yuvadır, onları soruşmur. Bizdən deyir ki, ümumi olaraq xarat verstaq özü, masa neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Verstaqın alt hissəsi, verstaqın üst hissəsi, yəni masanın üst hissəsi. 2 hissədən ibarət olacaq. Verstaq altından və verstaqın üst hissəsindən. Cavabımız olur B variantı. Mişarlama qutusunda oduncağı hansı bucaqlar altında emal olunur? Özümüz cavabını verməliyik. Variantlara baxmırıq. Deməli, 30, 40, 45, 60, 90. Elə cavab A variantı olacaq. 30, 40, hamısı 0 ilə bitirdi. Bir dənə 45, 5 ilə bitirdi. 50 yox idi. Məsələn, orada 70 yox idi. 30, 40, 45. Əslində, bax, 30, 60, 90 belə yadda saxlayın. Onlar hamısı ortaqdır ya. Məsələn, 3-dür, 6-dır, 9-dur. Bir dənə 40-dan 45 əlavə öyrənirik orada. Sonra Y-yə neçə hissədən ibarətdir? Y 6 hissədən ibarətdir, müəllimlər. Üzükdür, dabandır, tirçikdir, çərtikdir, uc hissədir, dəstəkdir. Y 6 hissədən ibarət. Y-də ümumi olaraq Y-ni görən kimi ağlınıza 6 gəlir. Məsələn, en kəsiyin formasına görə də 6-dır, nömrələrinə görə də 0-dan 5-ə qədər olmaqla 6 nömrəlidir. Öz hissəsi də təsadüfən 6 dənədir. Cavab oldu C variantı. Rəndə neçə əsas hissədən ibarətdir? Rəndənin 4 hissədən ibarətdir, müəllimlər. Amma yenə də gəlin deyək. İndi bilirəmsə də deməliyəm, müəllimlər. Çünki siz də bilsəniz belə sayın. Görün, həqiqətənmi 4 dənədir? Deməli, bıçaqdır, pazdır, gəlibdir, dəstəkdir. Rəndə 4 hissədən ibarətdir. Yonqar-qıranı olan bıçaq neçə hissədən ibarətdir? Müəllimlər, baxın, 1 Y, 3 B. Y, B, B, bu. 1 yıl 3 bu. Yəni yonqar-qıran özü, bıçaq, bolt, bıçağın kəsici tiyəsi, bir də bolt. Düzdür? Deməli 4 dənə hissəsi var. Yonqar-qıran bıçağın 4 dənə hissəsi var. 22-ci suala baxaraq, mismarı vurarkən əl dəstəyin ucundan nə qədər məsafədə olmalıdır? Əl dəstəyin ucundan 20-30 millimetr yoxsa santimetr olmalı idi, müəllimlər. Millimetr demişdi ki, mismar M hərfi millimetr. Mismar məsafə M-mı millimetrə götürmüşdür. Həm də ki, çəkic o qədər də böyük deyil. Axı biz orada santimetr götürək, düzdür? Deməli, 20-30 millimetr məsafədə olmalıdır. 23-cü sualımıza baxırıq. Tənəkənin qalınlığı nə qədərdir? Müəllimlər, biz demişdik ki, qalınlığı 0,2, 0,5 millimetrə qədər olan nazik təbəqəli polada tənəkə deyilir. Deməli, 0,2, 0,5 millimetr. Cavabımız olur A variantı. Nazik təbəqə metalın qalınlığı. Demişdik ki, qalınlığı 2 millimetrə qədər olan metal vərəqlərə nazik təbəqə metal deyilir. Düzdür? Deməli, 2 millimetr olacaq. Katankanın en kəsiyinin diametri. Katankanın en kəsiyinin diametri 5 millimetrdən çox demişdik.
5 millimetrdən çox. Silincer verstaka neçə hissədən ibarətdir? Hə, bax müəllimlər, indi bax bu silincer verstakıdır. Bir var verstak neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Verstak altı, bir də üst hissəsi, masanın üst qapağı. Bir də var ki, məsələn, verstak altının hissələrini də soruşa bilərlər. Sizdən neçə dənədir? Məsələn, ayaqlardır, bir arxa ayaqdır, qabaq ayaqdır, birləşdiricidir, pazdır. O 4 dənə məsələn saydım bəlkə də indi. O formada da bizdən istəyə bilər. İndi deyir silincer verstakı neçə hissədən ibarətdir? Silincer verstakı gözünüzün önünə gətirin 6 dənə idi. Düzdür müəllimlər? Orada oturacaq 6-cı idi. Bəli, kombin edilmişdə yeşik olmadığına görə o ondan bir dənə az idi. 5 dənə idi. Silincer verstakı 6 hissədən ibarətdir. Kombin edilmişsə 5 hissədən ibarətdir. İndi bunu deyib keçmək də olmaz. Əslində 5-ci sinifin şəkilləri çox gözəldir. Hamısı gözümüzün önündədir, düzdür? Orada yəni oturacaq 6-dır, 4 məncə nə idi deyəsən, bir metal karkaz idi, içi soslu qapaq idi, üst tor idi. Bunlar bizim gözümüzün önündədir. Yəni bilirik 6-dan olmasını. Məsələn, ütü 14, 14-cü sonuncu gəlir gözümüzün önünə. Amma yenə də saymaq lazımdır müəllimlər. Hansılar idi? Oturacaq, metal karkaz, sonra stol üstü, yəni qapaq, tor. e, Bunları yəni biz sayıb daha da dəqiq əmin ola bilərik. 6 hissədən ibarətdir. Məncənə bəs neçə hissədən ibarətdir? Məncənə 5 hissədən ibarətdir. Yaxşı, bəs niyə belə əminliklə deyirəm? Çünki məsələn mən burada həqiqətən 4-ü də fikirləşərəm. Birincidə 4-ü də fikirləşərəm ki, məncənə deyirəm 4 hissədən ibarət. Yox. Məncənə 5 hissədən ibarətdir. Niyə? 2 dənə dodaq var. Biri hərəkətlidir, biri hərəkətsiz. Dodaqlar oldu 2. Bir dənə vint var. 3. Bir dənə dəstək var. Bir dənə də dayaq çatısı var idi. 4-cü hissəmiz. Deməli, məncənə 5 hissədən ibarətdir. 28-ci suala baxırıq. Təmizlənən səth məncənənin dodaqlarından nə qədər hündürə çıxmalıdır? Məncənənin dodaqlarından 5-8 sm hündürə çıxmalıdır. İndi görün, mən düz dedim. Santimetr yoxsa millimetr? Onu deyin, dəqiqləşdirək. Millimetr olar bəlkə də. Millimetr, bəli. Bir dənə yazın görün, nəyə burada heç kəs demədi heç nə. Millimetr, bəli, millimetr. Santimetr çox hündürdə olar da. Məncənədən çox hündürdə olar. Düzdür? Santimetr yox, millimetr götürəcək. Bir dənə də ipucu verim. Görürsünüz, 5-ci sinifdə çoxu əksəriyyətlə millimetrlə göstərilib. Görürsünüz müəllimlər? Millimetr, millimetr. Hə, deməli, burada həm də nazik təbəqə metal olduğuna görə məncənə də onu bərkitmişik deyə. Yəni, çox da belə santimetr çox olar. Millimetri götürərik. 5-8 millimetr hündürə çıxmalıdır. Deməli, burada baxarsan görürük ki, bu düzəldilmə prosesidir. Əvvəlcə deyir təbəqələri nə edirdik? 90 dərəcəlik bucaq altında. Buraya yazırıq 90. 90 dərəcəlik bucaq altında. 90 dərəcəlik bucaq altında 6 kənarlardan 6-8 millimetr əyirdik, düzdür? Sonra təbəqələri çevirib əyilmiş kənarları nə qədər ara qoymaqla qatlayırdıq? 2-3 millimetr. 2-3 millimetr. Deməli, 96, 8, 2, 3 cavabımız olacaq A variantı. Hamısı da millimetrlə göstərilir. Gözlərdən məmulata qədər olan məsafə nə qədərdir? Göz deyirsə, göz 3 hərfdir, 30 santimetri götürərik. Gözlərdən məmulata qədər də biz nə demişdik? Həm də burada əl işlərinin icrası zaman olan məsafəni soruşur deyə məsafəmiz az idi. 30 santimetr. 31-ci suala baxırıq. Müəllimlər, bu sual bizim kitabımızda yer almayıb. Biz bunu sadəcə deyib keçirik ki, cavabımız nədir deyib keçirik. Bilmirəm, hardan gəlib bura düşüb. Deməli, parçanın qısa tərəfindən 3 sm dərinlikdə kəsmək və qarşı tərəfə qədər əyri parça hissəsini qoparmaq lazımdır. O, burada 3 sm, amma bunun burada yəni yeri yoxdur. Köhnə kitabda da ola bilər, yəni bəlkə də indi yəni bu parçanın, bu bizim yəni ehtiyac yoxdur da, bizim kitabımızda yoxsa biz bunu niyə öyrənək? Düşməyəcək, kitabdan kənar heç nə düşməyəcək, amma yəni 3 santimetrdir burada cavab. Sonra ütülər çəkilərinə görə necə olur? Ütülər əslində belə qalsa, əlavə kitabdan sual düşsə, böyük ehtimal yəni şahid olunmalıdır və düzəliş olmalıdır. Çünki bar-bar bağırırlar ki, kitabdan düşəcək, əlavə bir material düşməyəcək. Yəni bunun haqqını hər kəs məncə tələb etməlidir. Düşməyəcək, ehtiyac da yoxdur heç. Demişdik ki, ütülər. Ütü deyəndə ağlımıza nə gəlirdi? Ütünü bir əllə tuturam, 5 barmaqla sıxırdıq, düzdür? Deməli, 1-5 kiloqram. Yəni 1 kiloqramdan 5 kiloqrama qədər çəkidə olur ütülər. Cavabımız oldu A variantı.
Emal edilən məmulatdan gözə qədər məsafə nə qədərdir? Deməli, gözlərdən məmulata qədər deyəndə 30-u götürürük. Amma məmulatdan gözə qədər deyəndə 30, 35-i götürürük. Müəllimə 5 artır. Amma əşyadan deyirsə, tikiş maşınında deyirsə, burada olacaq 30-40. Deməli, emal edilən məmulatdan gözə qədər məsafə olacaq 30-35 santimetr. Cavabımız olacaq D variantı. Uyğunlaşdırın. Pambıq, çatan, gəlin baxaq müəllimlər. Pambıq, indi burada sizə bir dənə də onu deyim ki, burada görürsünüz bölüblər, amma kitabımızda bölməmişlər. Kitabımızda eyni yazmışlar. 180-200 yazmışlar. Sadəcə adlarına görə biz də məcburuq bölməyə. Niyə? Çünki birinci pambıq, sonra çatan yazılır, düzdür? Orada da 180-200 yazılır. Ona görə biz bu testə əsasən biz də bölürük. Pambıq birinci yerdədir. Orada birinci rəqəmimiz nə idi? 180. Pambığa 180 götürürük. Sonra çatan pambıq çatan sözündə çatan ikinci yerdir deyə orada dərəcələrdə də 180-200 olduğuna görə burada da 200-ü götürürük. Sonra deməli bir sıra heç AB yazmayıb da sadəcə sıralayırıq. Məsələn, burada olacaq 180, burada olacaq 200, yunda olacaq 150, ipəkdə olacaq 110 dərəcə, sintetikdə də 100 dərəcə. İndi bu biraz qarma qarışıqdır. Düzdür, razıyam sizdən. Ona görə variant silərik. Mən baxıram, görürəm burada sintetikə yazıb 180, sonra sintetikə yazıb 200, sintetikə yazıb 120, 100 yazıb. Yaxşı, bunda dayandım. İndi burada 280. Yaxşı, 280 yoxdur, yox pambıq çatanda, düzdür? Ona görə yəni burada niyə bunu belə bölüblər, niyə belə ediblər deməkdənsə, oturub variantla yadda deməli variantla tapmaq lazımdır, variantları silmək lazımdır. Ən əsası da indi belə qarışıq sual olanda sualı yazıb əzbərləmək lazımdır ki, sonradan onun şikayəti də olunsun. Belə müəllimələr. Cavab oldu burada A variantı. Sualla da davamımız yoxdur. Çünki yəni burada adama deyərlər ki, sən o biri variantları silə bilmirsən. Pambıq xaçanla 280 dərəcədə məsələn ütülənib. Yəni indi 150 dərəcədə. 35-ə baxırıq. Tutqac üçün ən yaxşı ölçü. Bu da bilirsiniz, bu da bildiyinizdə tutqac üçün ən yaxşı ölçü 22 vur 22 santimetr idi, düzdür? Yəni 22-nin 22-yə. Keçişlər üçün emal payının miqdarı nədən asılıdır? Emal payının miqdarı, çox üzr istəyirəm, o qədər testlər işləmişik ki, emal pay görən kimi ardından özümdən miqdarı nədən asılıdır dedim, üzrlü sayın. Hə, nə qədərdir? Miqdarı nə qədərdir? 10 millimetrdir. Keçişlər üçün emal payının miqdarı 10 millimetrdir. Cavabımız olur C variantı. Muncuq istehsalında Venesiya rəqib meydana çıxdı. Bohemiya, Şimali Çexiya. Bilmirəm, o mövzuda bir dənə əsr var, o da 18-dir, düzdür? Mən necə deyim sizə? Pomidor 16-cı əsrdir, çay 17-ci əsrdir, muncuq 18-ci əsrdir. Bu formada da yadda saxlaya bilərsiniz. Bunu da yəni hər kəs bilir. 18-ci əsrdə deməli Bohemiya, yəni Şimali Çexiya, Venesiyaya rəqib çıxmışdı. Yəni bu 18-ci əsrdən ən çox bizə sual düşürdü ki, 18-ci əsrdə hansı ölkəyə qarşı rəqib çıxdı. Belə müəllimlər cavab oldu D variantı 18-ci əsrdə. Muncuqla hörmənin neçə üsulu var? Belə bunu şifahi heç kəs deyə bilməz. Niyə? Çünki biz o dərsi öyrənəndə belə düzdə adlarını öyrənirdik. Bəzən testə düşürdü ki, biri muncuq hörmə üsullarına aid deyil. Məsələn, orada olurdu qarışıq hörmə. Qarşıya hörmə üçün oxşatmaq üçün. İndi onu hökman deyil ki, mən belə sayla əzbər bilim. İndi deyək də, bax sayaq. Sadə zəncir düzməsi, qarşıya hörmə, paralel hörmə, xaçvari hörmə, iynəyə bənzər hörmə, ilgəklərlə hörmə. Neçə dənə oldu müəllimlər? 6 dənə, düzdür? Mən indi burada 5-i də fikirləşərdim. Ha? Mən olsam, məni bilirsiniz də, 5-i götürərdim. Köhnə kitablarda yalan deyirəm, Nazənin müəllimə. Köhnə kitabların hamısını yox etmişəm, yoxdur. Deməli, ola bilər 6 üsulu var yazılıbsa, yəni söz olaraq yazılıbsa, ola bilər. İndi biz saydıq da müəllimlər. Bir dəqiqə müəllimə, köhnə üsulda muncuq hörmə mövzusu yox idi axı. Bir şey olan kimi köhnə kitabın üstünə atmayın da. O vaxt biz dərs sual verirdilər, bilmirdik. Deyirdi, o dərslərə keçməmişik. Deməli, biraz məsələn fizikadan başa çıxan biri bizə sual verirdi. Tez deyirdi ki, hələ o dərsi biz keçməmişik. O dərsi keçəndə mən dərsə getməmişdim. Digər testi deyirsiniz, hə, neynə, bu da ciddi fikrimiz yəni. O digər testi dayıca qaldı. Yaxşı, deməli, muncuq hörmənin 6 üsulu oldu. Bunu demək üçün mən saymalıyam, mütləq adları yadıma salmalıyam. Yoxsa mən olsam 5 üsul götürərəm. Sonra muncuq hörmədə hansı iynələrdən istifadə olunur? Muncuq hörmədə hansı iynələrdən istifadə olunur?
Deməli 0 və 1 nömrəli iynələrdən. Yadda saxlayanda 10 kimi yadda saxlamışdıq. 10 kimi yadda saxlamışdıq. Amma belə də yəni 0, 1. Məsələn, dəlici yerlərdə 0, 1, 2, 3, 4, 5 belə yadda saxlamışdıqsa, burada da sadəcə 1-ə qədər də 0 və 1 nömrəli iynələrdən istifadə olunur. Cavabımız olur C variantı. Uyğunlaşdırın. Deməli, açıq, yəni buterbrotlar da məlum məsələdir. Açıq buterbrotlarda çörəkləmə biraz qalın olurdu, düzdür? 1,5 sm. 1-ə yazıram B. Bağlı buterbrotda çörək nazik olurdu. Burada ən kiçik ölçü vahidini götürürəm 0,5. 2-də yazıram A. Kanapede də bunların ikisini götürürdük. 0,5 bundan bir dənə 0,5'i götürürdüm. Bundan da 1'i götürürdüm. 0,5 1. Yəni nə bağlı deyil, nə açıq deyil də. Məsələn, bağlıdan açığa qədər 0,5 1. Belə hardasa yadda saxlaya bilərik. Məsələn, burada 1 1,5-dir. Əslində sıralama belədir də. 0,5 0,5 1 1 1,5. Belə sıralama ilə öyrənə bilərsiniz. Məntiq nəticələrinə qoymaq olur onsuz da. Deməli BAC həmişəki kimi A variantı bizim doğru cavabımız olacaq. 41-ci suala baxırıq. Buterbrotlardan yəni buterbrotlar istifadədən nə qədər əvvəl hazırlanır? 30 dəqiqə əvvəl hazırlanır. 30 dəqiqə əvvəl hazırlanır. Yarım saat əvvəl hazırlanır. İlk dəfə Avropaya çayı, deməli, Holland tacirləri gətirdi. Neçənci əsrdə gətirdi? 17-ci əsrdə. Pomidor 16, çay 17. Məsələn, Muzukarmada da 18-ci əsrimiz var idi. 17-ci əsrdə. Cavab olur D variantı. Çay Cənubi Qafqazdan Azərbaycana gətirilib. Nə zaman gətirilib? Bu da belə əlavə bir sual kimi düşür testlərdə, amma sadədir. 19-cu əsrin 40-cı illərində. Qafqaz Q hərfi, 9 Q hərfi belə yadda saxlaya bilərsiniz. Məsələn, bax, kompüter 20-ci əsrin 40-cı illərində də, bu isə 19-cu əsrin 40-cı illərində də. Belə də əlaqələndirə bilərsiniz müəllimlər. 19-cu əsrin 40-cı illərində. 44-cü suala baxırıq, uyğunlaşdırmada çay nə qədər vaxta dəm alar? 10-15 dəqiqəyə. Deməli, A-ya yazıram 2. Qəhvə 3-5 dəqiqə dəm alırdı. B-yə yazıram 1. Kakao da qaynama həddinə qədər qaynadırdıq, çatana qədər qaynayırdı. Sonra odu söndürürdük. Deməli, kakao da C-yə də yazıram 3. Qaynama həddinə çatana qədər onu qaynadırdıq. Deməli 2, 1, 3. 2, 1, 3. Cavabımız oldu demirəm. Siz artıq yəni bilirsiniz. Niyə həmişə A olub belə suallarda? Gözləyirəm də görüm haçan başqa bir variant görəcəm. Cavab olub A variantı. 2, 1, 3. Pəhriz və mətbəx yumurtalarının saxlama müddəti. Müəllimlər, pəhriz yumurtası 5 gün, mətbəx yumurtası isə 1 ay, yəni 30 gün. Bu arada bugün bir dənə təzad sözü demişəm, onu sizinlə paylaşmasam qala bilmərəm. Deməli, belə bir sual çıxdı qarşıma. Nə idi? Toyuq neçə gün kürt yatır? 21 gün. Deyəsənə buradaydı, hə. Toyuq neçə gün kürt yatır? 21 gün. Qaz ördək, qaz neçə gün kürt yatır? Qaz, bir dənə qazı sayın, hələ hərflərin. Sayın, özünüz biləcəksiniz. Sonra hinduşka neçə gün kürt yatır? Dedim ki, qaz 3'dür. Deyərəm ki, mənlər qazı bilirsiniz. 3, 30, 30, 31. Hinduşka da yəni orada 28 qarıdır, hinduşkadır. Sonra dedim, Allah eləsin, bu hinduşka 8 hərfdən ibarət olsun. Dedim, heç olmasa 7 hərf olsun, 8-ə yaxın olsun. Saydım, gördüm 8 hərfdən ibarətdir. Elə sevindim uşaqlar kimi. Deməli düşməyəcəyi bilirəm, amma düşsə əgər olardı, amma düşməyəcəyi onu da bilirəm. Sadəcə o həmişə mənim zəhləmi tökən bir sual idi. Həmişə gəlirdi, çıxırdı qarşıma, mən də deyirdim kitabda yoxdur, müəllimlər də öyrətmirdim. Gəlirdi, düşürdü, müəllimlər də soruşurdu. Yəni yadda qalmırdı da, ha deyim, yaxşı 28 gün. İndi bunu qeyd etməyə ehtiyac yoxdur, insan yəni özü bildi də. Deməli qaz 3 hərfdən ibarətdir, qazın adı 30 gün 3, oradan götürürük 30-31 gün. Hinduşka 8 hərfdən ibarət 28 gün. Toyuq da 21 gün. Belə, o da burada var. İndi burada olmasa da 7-ci sinifin bəlkə də rəqəmlərində olar. Deməli, nə dedik burada? Pəhriz yumurtası 1 ay,
5 gün. Pəhriz yumurtası 5 gün, yəni təzə olsun da. Mətbəx yumurtası isə 1 ay. Pəhriz 5, mətbəx 1 ay, yəni 30 gün cavab olur D variantı. 46-cı suala baxırıq. Yumurtanın təzəliyini bilmək üçün bir stəkan suya nə qədər duz əlavə olunur? Yəni mən bir stəkan su götürmüşəm, duz götürmüşəm, yumurtanın təzəliyini yoxlamaq istəyirəm. Nə qədər duz əlavə edirəm? Bilmir, orada hər şey bir idi. Bir yumurta, bir dənə stəkan, bir dənə də qaşıq. Qaşığımız hansı qaşıqdır? Xörək qaşığı. Çünki onu elə etməliyik ki, o məhdud duzlu olmalıdır. Yumurta onun içərisində üzə bilsin. Çox olmalı da duzun miqdarı, yəni böyük qaşıqla götürürük, xörək qaşığından. Amma yox, çay qaşığından olsa heç o yumurta o su məhlulun içərisində bəlkə də üzə də bilməz. Yəni onu belə deyək də dozasını artırmaq üçün yadda saxlayın ki, bir xörək qaşığı duz əlavə edirdik. Cavab oldu burada C variantı. Uyğunlaşdırın. İlıq yumurta 3 dəqiqə qaynayır. 1-ə yazıram B. Yarım ilıq, yarım bərk. Görürsünüz, 3-ü keçir artıq. İlıqdan keçib artıq, düzdür? 3 dəqiqədən sonra nə gəlir? 4 dəqiqə. 4-5 dəqiqə. 2-də yazıram C. Bərk yumurtada 8-10 dəqiqə bişirdi. 3-ə də yazırıq A. B, C, A. Cavabımız oldu A variantı. Bilirəm ki, üzünüzdə gülücüklər açır. Yenə daha variantı çıxdı. Yenə deməli məsəbləşdi deyirsiniz. Çalışıram ki, göstərməyim məsəbləşməyimi. Deməli, 48-ci sual qaynatma zamanı yumurta çatlamasın deyə suya nə əlavə edilir? Deməli, suya nə qədər duz əlavə edilir? Suya duz əlavə olunur. Nə qədər duz əlavə olunur? Bəs bir çay qaşığı. Niyə? Çünki burada məqsəd duzla bağlı bir işimiz yoxdur. Biraz duz atırıq ki, bir çay qaşığı, balaca bir çay qaşığından duz atırıq ki, yumurta çatlamasın. Yəni mən götürüm ona bir dənə böyük qaşıq xörək qaşığına duz əlavə edirəm. Onun mənası yoxdur. Biraz duz atırıq. Bir çay qaşığı duz atırıq ki, yumurtamız çatlamasın. Onsuz da çatlamır çox vaxt. Arada bir çatlayır. Yəni hər ehtimala qarşı bir çay qaşığı nə edirik? Yumurta deməli qaynadanda duz əlavə edirik ki, çatlamasın. Yaxşı, deyim də sizə, çatlamasın çı. Da nə deyim sizə? Çatlamasın çı hərfi, çay qaşığı çı hərfi. Da bundan artıq nə istəyirsiniz? Görürsünüz, siz nə qədər çox istəyirlər. Hər şeyi sizə görə qruplar, kitabda yazanda sizə nəzərə alırlar. Nazənə müəllimə, valla mən sizdən qabaq fikirləşdim. Bunu bəlkə də müəllimə məndən qabaq yazıb görməmişəm. Görürsünüz, yəni bundan artıq nə istəyirsiniz? Allah haqqı, bəzən nəsə sualı olur. Deyirəm, onun cavabını bilmirəm. Görürsən, burada bir dənə açar sözü tapım. 100% orada variantlara uyğun, buna aid bir dənə açar söz tapım. Hərf uyğunluğu olsun, ya indi rəqəm uyğunluğu olsun, cavab çıxacaq. Yəni olur, həqiqətən də təsadüflərdən bizim kitabda yəni çox şey var ki, biz onu açar sözdən yadda saxlamışıq. Məsələn, bu qəhvə 5 hərfdir. 5 dəqiqə demişdik. Düzdür? Yəni indi onlara çox da getmirəm də sizi yormaq istəmirəm. Onları dərs vaxtı demişik. Ola bilər. Əstəğfurullah. Deməli, bir çay qaşığı çatlamasın deyə duz əlavə edirik. Həm də duz az olsun da, çox da çox nəyə lazımdır ki? Sonra qaynatmaq, mən əvvəllər onu deyirdim ki, güya ki, yumurta duzlu olar, çox duz qatmayayım. Qaynadanda onun yumurtaya keçər də o duzu. Olur da insan hər şeydən istifadə edir ki, gülməli belə olsa insan həqiqətən də testdə o üsullardan istifadə edir ki, bunu öyrəndə mən belə demişdim, burada bunu götürürəm əminliklə. Deməli, qayğanaq hazırlamaq üçün adam başına nə qədər yumurta və nə qədər çərə yağı lazımdır. Müəllimlər, bunu biz bilirik. Həm də bundan biz situasiyalarda demişdik ki, məsələn, 2 yumurta, 10 qram çərə yağı, 200 dəqiqədə bişirdi. Qayğanaq tez bişir axı. İndi biz demişdik ki, yaxşı, bəs 5 nəfər üçün nə qədər bizə yumurta lazımdır, nə qədər yağ lazımdır? Avtomatik 5-i 2-yə vururduq, sonra 5-i 10-a vururduq, düzdür? Deməli, 10 yumurta, 50 qram yağda səhv eləmirəmsə, şifahilə din bəlkə səhv olar. İndi orada bişmə müddətinlə də biraz dalaşmışdıq, onu da vurmuşduq 3-ə. Əslində eyni bişir, fərqi yoxdur onun. Belə deməli nə oldu burada? 2 dənə yumurta, 10 qram çərə yağı, 2-3 dəqiqədə də bişir, tez bişir. Cavab oldu D variantı. 50-ci suala baxırıq. Cənubi Amerikadan Avropaya ilk dəfə deməli məşhur səyahətçi Kolumb gətirib kakaonu. Neçənci ildə gətirib? Deməli, kakaonu Cənubi Amerikadan Avropaya ilk dəfə
1502-ci ildə, bura yazılmalıdır, 1502-ci ildə məşhur səyahətçi Kristofer Kolumb gətirmişdir. 1502-ci ildə. Cavabımız oldu C variantı. Müəllimlər, 5-ci sinifimizin e, rəqəmlərdən ibarət olan testləri bitdi. Bu hissədə sualınız varsa, buyurun. Hansısa bir sualda sizə qaranlıq qaldısa, yadda saxlaya bilmirsinizsə, hər dəfə testdə səhv edirsinizsə, buyurun müzakirəsini edək. Yoxdursa, yekunlaşdıraq.